neymiş işi? Ay Seymur, Seymur. Hər vaxtınız xeyirli olsun. Nə baş verir burada? Keçin içəridə. Buyurun. Yaxınlaş. Yaxınlaş. Tez gəl də biraz, tez gəl. Kameraya müdaxilə eləməyin, xahiş edirəm, gəl. Eləməyin də. Siz burada çalışırsınız, xanım. Bəs nə gəzirdiniz burada? Hər hansı bir icazə sertifikatınızı, sənədinizi görə bilərik? Lütsüz? Niyə lütsüz ki burada? Sağlamlıq mərkəzidir axı bura. Sertifikatınızı, sənədinizi görə bilərik? Sizdədir yoxsa müdiriyyətdə? Neçə nəfərsiniz burada? Baxın, burada neçə nəfərsiniz siz? 2 nəfər nə gəzir bir kabinədə? İndi biz öyrənməyə çalışacağıq ki, görək şəxslərin burada işləməsi üçün hər hansı bir xüsusi sənədləri varmı? Buyurun. Hər vaxtınız xeyirli olsun. Buyurun. Barometr TV-dən yoxlama verilişi, ictimai yoxlama verilişi. Əl uzatmayın kameramıza, xahiş edirəm. Sadəcə müsahibə alacağıq. Həmin xanımların burada çalışması üçün hər hansı bir sertifikatları, sənədləri varmı? Danışmaq istəmirsiniz? Səlahiyyətli şəxslərdən kimsə var danışmaq istəyən? Necə? Bizi qapıya aparırsınız bizi, qapıya aparmağa ehtiyac yoxdur. Sənədləri var burada çalışması üçün xüsusi icazələr tələb olunur, biz masaj fəaliyyəti ilə göstərmək üçün. Burada hansı fəaliyyətdən məşğul olursunuz? Yəni çölə çıxın da. Çölə çıxa bilmərik. Hazırda Play Sağlamlıq Mərkəzindəyik. Gələr-gəlməz 2 xanımı gördük. İkisi kabinədə və bildirir ki, çılpağam, soyunmuşam. Hansı səbəbdən soyunduğunu da bilmirik. Bizim sadəcə məqsədimiz budur ki, sağlamlıq mərkəzlərində fəaliyyət göstərən şəxslərin xüsusi icazələri olmalıdır. Həmin icazələr varmı? Sertifikatları varmı? Bilirsiniz ki, masaj salonlarında xüsusi professional şəxslər, sertifikatlı şəxslər fəaliyyət göstərməlidir. Ancaq sertifikatları varmı? Bunu öyrənmək üçün buradayıq. Varmı sertifikatları? Ehtiyac yoxdur çəkilişə. Çəkilişə niyə ehtiyac yoxdur? Bax, bunu deyin. Sertifikatlar varmı, yoxmu? Bunu deyin, çıxaq gedək. Susqunluqdan belə başa düşülür ki, burada fəaliyyətlə məşğul olan xanımların hər hansı bir icazələri, sertifikatları yoxdur. Çünki burada olan şəxs təsdiq eləmir ki, sənədləri var. Düzdürmü?